Naxçıvana düşən PUA səbəbilə Naxçıvan uçuşları ləğv edilərək Iğdıra yönləndirildi. İran tərəfindən göndərildiyi iddia edilən pilotsuz uçuş aparatlarının, yəni PUA-nın, Naxçıvan Muxtar Respublikası Hava Limanı və ətrafına düşməsi və Naxçıvan Hava Limanına ziyan vurması səbəbilə Bakı-Naxçıvan uçuşları müvəqqəti olaraq Iğdır Hava Limanına yönləndirildi. Hadisədən sonra Azərbaycan Hava Yolları, yəni Azal tərəfindən Bakıdan Naxçıvana getmək üçün yola çıxan sərnişinlər təhlükəsizlik səbəbilə Iğdıra gətirildi. İlk mərhələdə 3 sərnişin təyyarəsi Iğdır Hava Limanına eniş etdi. İlk təyyarə ilə birlikdə 72 sərnişin Iğdıra çatdı. Iğdıra gələn sərnişinləri hava limanında Iğdır Millət Vəkili Cantürk Alagöz, Iğdır Vali Müavini Ahmet Gökçəcik, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Professor Doktor Ekrəm Gürel, AK Partiya Vilayət Sədri Ali Kəmal Ayaz və Iğdır Hava Limanının müdiri Fikrət Bağca çiçəklərlə qarşıladı. Iğdıra enən Azərbaycanlı sərnişinlər onları qarşılayan rəsmilərə təşəkkür edərək belə dedilər: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Bizi belə qarşılamağınızdan çox məmnun olduq. Iğdıra endik, buradansa avtomobil yolu ilə Naxçıvana gedəcəyik." Səlahiyyətli şəxslərdən alınan məlumata görə, Naxçıvan Hava Limanı yenidən fəaliyyətə başlayana qədər Bakı-Naxçıvan uçuşları Iğdır Hava Limanı üzərindən həyata keçiriləcək. Iğdır Millət Vəkili Cantürk Alagöz açıqlamasında hadisədən kədərləndiklərini bildirərək bunları dedi: "Oradakı vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralılarımıza təcili şəfa diləyirik. Bölgədəki mövcud hadisələrin böyüməsini istəmirik. Əlbəttə ki, yanımızda baş verən hadisələr bizi də təsirləndirir. Naxçıvan Hava Limanında baş verən hadisə səbəbilə hava limanı bir müddətlik uçuşlara bağlandı. Təhlükəsizlik baxımından Bakı-Naxçıvan uçuşları bundan sonra Iğdır üzərindən həyata keçiriləcək. Naxçıvanlı Azərbaycanlı qardaşlarımızı burada görməkdən məmnun olarıq. Iğdıra 5 təyyarə eniş edəcək. Alagöz həmçinin Iğdır Hava Limanının ilk dəfə beynəlxalq uçuşa xidmət göstərməsinin mühüm bir inkişaf olduğunu bildirərək, hava limanının gömrüklü zona kimi fəaliyyət göstərməsi və uçuşların açılmasının bu prosesdə böyük əhəmiyyət daşıdığını qeyd etdi. Naxçıvandakı hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakıdan gələn sərnişinlərin Iğdır üzərindən avtomobil yolu ilə Naxçıvana keçəcəyi bildirildi.